Kredit götürən milyonlarla vətəndaş üçün vacib xəbər var. Yeni sığorta mexanizmi hazırlanır. Azərbaycanda kredit götürən şəxslərlə bağlı yeni sığorta mexanizmi hazırlanır. Qaydalar təsdiqlənərsə, işsiz qalan vətəndaşların müəyyən hallarda kredit borclarını sığorta şirkəti ödəyə biləcək. Məsələ ilə bağlı bizim mediaya açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, hazırda borc alanların ölümü və əmək qabiliyyətini itirməsi hallarında kredit sığortası tətbiq olunur. Yeni mexanizm isə işsiz qalma riskinin də sığortalanmasını nəzərdə tutur. Onun sözlərinə görə vətəndaş özündən asılı olmayan səbəblərdən işini itirdiyi halda kredit ödənişində çətinlik yaşayarsa, sığorta şirkəti öhdəliyi üzərinə götürə bilər. Deputat hesab eləyir ki, kredit faizlərinin yüksək olması nəzərə alınaraq banklar faiz endirimləri hesabına sığorta ilə bağlı əlavə xərcləri kompensasiya edə bilər. Bu isə həm vətəndaşların maliyyə yükünü azaldacaq, həm də bankların risklərini minimuma indirəcək. Qeyd eləyək ki, sözü gedən mexanizmin tətbiqi üçün müvafiq qaydaların təsdiqlənməsi gözlənilir. Hazırda bu təklif hələ qüvvəyə minməyib.